Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid Təbəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. 12 yaşlı uşaqlar da müharibəyə dəstək fəaliyyətlərinə qoşula bilər. İranın 13 əyalətinə hava hücumu oldu. İsrail və ABŞ Şiraz şəhəri yaxınlığına zərbələr endirdi. İranın raket hücumu nəticəsində Birləşmiş Ərəb Əmirliklərində 2 nəfər həlak oldu. Trump yaxın günlərdə atəşkəs elan edə bilər. İndi isə daha ətraflı. İranın İnqilab Keşikçiləri Korpusunun bir rəsmisi dövlət mediasında yayımlanan açıqlamasında bildirib ki, müharibə ilə bağlı dəstək fəaliyyətlərində iştirak üçün minimum yaş həddi 12-yə endirilib, yəni 12 yaşlı uşaqlar da müharibəyə dəstək fəaliyyətlərinə qoşula bilərlər. Tehranda Sepahan mədəniyyət üzrə rəsmisi Rəhim Nadali deyib ki, İran üçün adlı təşəbbüs çərçivəsində iştirakçılar patrul xidmətləri, nəzarət məntəqələri və logistika kimi fəaliyyətlərdə kömək etmək üçün cəlb olunur. İştirak etmək istəyənlərin arasında azyaşlıların da olduğunu və onların özlərinin qoşulmaq istədiyini nəzərə alaraq minimum yaş həddini 12-yə indirdik deyə o bildirib və əlavə edib ki, artıq 12 və 13 yaşlı uşaqlar da istədikləri halda bu fəaliyyətlərdə iştirak edə bilərlər. Qeyd edək ki, İranın bu addımı Uşaq Haqları Konvensiyasına ziddir və İran bu konvensiyanın üzvüdür. Həmin konvensiya uşaqların hərbi fəaliyyətlərdə istifadə olunmasını qadağan edir. ABŞ, İran və İsrail müharibəsi ilə əlaqədar İranın müxtəlif əyalətlərində daha 59 nəfər həbs edilib. Bu barədə Təsnim xəbər agentliyi məlumat yayıb. İsrail və hökumətə müxalif qruplarla əlaqəli olduqları iddia edilən saxlananlar hava zərbələrinin endirildiyi yerlərdən foto və videolar çəkdiklərinə görə saxlanılıblar. Onlar həmçinin təhlükəsizlik qüvvələrinin yerini ölkə xaricindəki mediaya göndərməkdə günahlandırılıblar. Ötən sutka ərzində ABŞ və İsrail hərbi hava qüvvələri İranın 13 əyalətinə hücum ediblər. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumata görə 53 hava hücumu zamanı 90 hədəfə zərbə endirilib. Zərbələr nəticəsində 27 nəfər ölüb və yaralanıb. İsrail və Birləşmiş Ştatlar İranın güneyində yerləşən Şiraz şəhərinin cənub ətrafına aviazərbələr endirib. Bu barədə İSNA agentliyi məlumat yayıb. Hadisə nəticəsində ölənlərin olduğu bildirilir. İranın Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə raket hücumu nəticəsində 2 mülki şəxs həlak olub. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin mediası məlumat yayıb. Bununla yanaşı daha 3 mülki şəxsin də yaralandığı bildirilib. Bu, birbaşa raket hücumu zamanı baş verməyib. Ölən və yaralıların İranın buraxdığı raketin havada zərərsizləşdirilməsindən sonra onun qalıqlarının şəhərə düşməsi nəticəsində baş verib. İran, Birləşmiş Ştatların mümkün quru əməliyyatına qarşı hazırlıq məqsədilə Xark adasını qoşunlarla, hava müdafiə sistemləri və minalarla gücləndirib. Bu barədə CNN məlumat yayıb. Amerika Birləşmiş Ştatları rəsmiləri xəbərdarlıq edirlər ki, əməliyyat böyük risk daşıyır. Bunun səbəbi İranın çoxmərtəbəli müdafiələri və son vaxtlar yerləşdirdiyi hava hücumuna qarşı raketlər və zirehlərə qarşı minalardır deyə məlumatda bildirilib. Qeyd edək ki, Birləşmiş Ştatların İranın Xark adasını ələ keçirmək üçün desant əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb. İran, ABŞ və İsraillə mümkün atəşkəs razılaşmasına Livanın da daxil edilməsini tələb edir. Bu barədə Reuters agentliyi mənbələrə isnadən məlumat yayıb. Məlumata görə Tehran bu məsələni vasitəçilərlə müzakirə zamanı prioritet kimi irəli sürüb. İran Livanı prioritet hesab edir və İsrailin 2024-cü il atəşkəsindən sonra baş verən pozuntuların təkrarlanmasına yol verməyəcək deyə mənbə bildirib. Qeyd olunur ki, söhbət İsrailin atəşkəsə baxmayaraq Livana indirdiyi zərbələrdən gedir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump martın 25-də Tehranın sülh danışıqlarında iştirak etdiyini bildirib. O, İran təmsilçilərinin öz adamları tərəfindən öldürülməkdən qorxduqlarını söyləyib.
Tehran isə danışıq apardığını rəsmən təksib edir. Onlar danışıq aparırlar, razılaşma əldə etməyi çox istəyirlər, amma bunu deməyə qorxurlar. Çünki öz adamlarının onları öldürəcəyini düşünürlər, deyə Trump Konqresin respublikaçı üzvləri ilə şam yeməyində deyib. Onlar həmçinin bizim onları öldürəcəyimizdən qorxurlar, deyə prezident vurğulayıb. İranın Xarici İşlər naziri Abbas Əraqçı daha öncə deyib ki, danışıq aparmaq niyyətləri yoxdur, amma Tehranın Pakistanın ötürdüyü ABŞ təklifini nəzərdən keçirdiyini etiraf edib. Trump isə bir daha artıq bir aya yaxındır gedən müharibədə ABŞ və İsrail qüvvələrinin İranı məhv etdiyini bildirib. Ağ Evin məlumatına görə Tehran məğlubiyyətini boynuna almasa, Vaşinqtonun sülh təklifinin şərtlərini qəbul etməzsə, Trump cəhənnəmi başlatmağa hazırdır. ABŞ prezidenti Donald Trumpın yaxın günlərdə atəşkəs elan edəcəyi ehtimal olunur. Bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə Trump həftə sonuna qədər və ya ən gec gələn həftənin ortalarına qədər atəşkəs elan edə bilər. Qeyd olunur ki, ABŞ lideri bir aylıq atəşkəsə nail olmağa çalışır və bunu hətta bir tərəfli qaydada elan edə bilər. Bildirilib ki, bu fonda İsrailin baş naziri Benyamin Netanyahu yaxın 48 saat ərzində İranın hərbi sənaye obyektlərinə maksimum zərbə endirilməsi barədə göstəriş verib. Məlumata görə bu qərar ABŞ-nin İrana dair 15 maddəlik təklif paketinin İsrail tərəfinə təqdim olunmasından sonra qəbul edilib. Almaniya yaxın şərqdə münaqişə davam etdiyi müddətdə Hörmüz boğazı ətrafında hərbi əməliyyatlarda iştirak etməyəcəyi, bunu Avstraliyada səfərdə olan Almaniyanın müdafiə naziri Boris Pistorius mətbuat konfransına bildirib. Onun sözlərinə görə Berlin yalnız atəşkəs və ya sülh əldə olunduqdan sonra gəmiçiliyin təhlükəsizliyini təmin edən əməliyyatlara qoşulma ehtimalını nəzərdən keçirə bilər. Biz müharibə davam etdiyi müddətdə bu regionda hərbi əməliyyatlarda iştirak etməyəcəyik. Sülh əldə olunarsa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmini məsələsinə baxa bilərik, deyə Pistorius qeyd edib. Nazir həmçinin münaqişənin gedişi ilə bağlı narahatlığını ifadə edib. Ən böyük problem odur ki, nə məsləhətləşmələr var, nə strategiya, nə də aydın məqsəd. Ən pisi isə çıxış planının olmaması, deyə o vurğulayıb. Pistorius əlavə edib ki, ABŞ-nin müttəfiqlərlə bağlı yanaşması dəyişib və Vaşinqton Avropa ölkələri ilə kifayət qədər məsləhətləşmələr aparmayıb. Avstraliya hökuməti bu ölkəyə səfər etmək istəyən İranlılara qarşı məhdudiyyətlər tətbiq edib. Bu barədə Avstraliyanın miqrasiya naziri Tony Berg məlumat verib. Onun sözlərinə görə martın 26-sından tətbiqinə başlanılan məhdudiyyətlər 6 ay müddətinə davam edəcək. Bu qərar Avstraliyaya səfər edən İranlıların müharibə səbəbindən ölkələrinə geri qayıtmaq istəməmələri ehtimalına görə qəbul edilib, deyə Berg bildirib. Nazir bugünə kimi gəzinti, ticarət və ailə üzvlərini görmək üçün 7000 İranlıya verilən vizaların 600-ünün ləğv edildiyini söyləyib. Tony Berg bildirib ki, Avstraliya hakimiyyəti 6 aylıq müddətdə viza müraciətlərini yenidən qiymətləndirəcək. Müəyyən edilməmiş sayda insan da məhdudiyyətlərdən azad ediləcək. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.